Məmmədov İrana gedəndə Əlfəz bəylə danışdıq. Mənə dedi ki, mən Ordubadaydım. Mümkünsə İranda gedib Yaqub Məmmədova xəbərdarlıq eləmək və prosesin qabağını almaq lazımdır. Bu danışığın sonu Azərbaycana uğursuzluğa gətirdi. İrana inanmaq olmaz. Mən Tehrana getdim və orada Yaqub Məmmədovla Petrosen görüşürdülər. Qarşılama mərasimində, Yaqub Məmmədovun qarşılama mərasimindən sonra ilk görüşüm mən oldu, məətəl qaldı. Və mən ona Əlfəz bəyin fikirlərini çatdırdım. Sonra mən orada Avropa, İranın Xarici Nazirliyinin Avropa şöbəsinin rəhbərliyi ilə görüşdürdülər. Bir tanışlığımız var idi o dönemdə, biz silah-susa keçirirdik araz üzərindən. Vasitəsilə eləmişlər, o məqama qədər gedib bir fikirlər söyləməyimi. Yaqub Məmmədov inanmırdı o vaxt ki, bir şeylər ola bilər. Amma sonradan özü bəyan elədi ki, biz peşqaymışıq falan, nə bilim, belə ifadələr işlər. Deyirəm ki, siz də o prosesdə olmuşsunuz deyə hamıya maraqlı olan bir sual var. Daimi səslənir ki, məhz həmin görüş ərəfəsində, görüş keçirilə Şuşanın işğalı rəsmiləşdirildi. Doğrudurmu? Doğrudur. O gün, həmin gün artıq proses baş verdi. Sonra mən Yaqub Məmmədovla görüşmədim orada. Sonra Bakıda görüşməli oldu, parlamentdə görüşməli oldu. Mən parlamentin üzvüyüm. Təəssüfünü bildirdi falan, dedim, axı, bu qədər boş buraxmaq olmaz. Sizə xəbərdarlıq olunmuşdu və məsələnin bağlı narahatçılığını bildirmişdi, xəbərdarlıq edilmişdi. Çox təəssüflər olsun ki, ondan əvvəlki proseslərdə də Rusiyanın törəmə strukturu olan Azərbaycan hakimiyyəti, müstəqil hakimiyyətdir təbii ki, yanlışlar etməkdə davam edirlər. Həm Qərbi Azərbaycana, indiki Ermənistandan köçürən Azərbaycanlıların yerləşdirilməsinə Qarabağda ciddi şəkildə mane oldular. O vaxtları xeyli adam ora köçürülürdü. Bu niyə mən xüsusi qeyd edirəm? Xocalının hətta təmir olunması məsələləri var. Bərpa işləri gedirdilər falan. Amma əhali demoqrafik olaraq yerləşdirilmirdi. Mən o prosesin neticəsində olmuşam. Mən deyirdim ki, bunu Xocalını bərpa edirsiniz bu əraziləri. Amma bura sabahları ermənilərin hücum edəndən sonra dağıdacaqdılar da. Demoqrafik dəyişiklik. O gələn adamları yerləşdirməklə bağlı lazımdır. Hətta Ermənistandan köçənlər ora avtobusdan göndəriləndə belə o zamanları Komünist Partiyasının mərkəzi komitəsi, nə bilim, Ayazım Pəlvanın yanında olanlar adamları geri qaytarlar. Bu da bir böyük yanlış idi. Əgər o vaxtlar Kərkicahanda, ətraflarda, Şuşanın yaxınlığında Azərbaycan insanları yerləşdirilsəydi, Şuşa faciəsi baş verməyəcəkdi. Şuşa ermənilərin sonraki qələbələri üçün yolu açdı. Çox strateji məsələ idi də bu. İndi siz bu gün hələ baxın, biz Qarabağdakı qələbəni Şuşanın alınmasıyla qeyd edirik. Başqa yerlərdən də qeyd edilə bilər. Amma məhz 8-cində Şuşanın alınmasını. Çünki bu bütün mənalarda Azərbaycanın həm də əhalisinin psixoloji bir travması oldu Şuşanın itirilməsi. Azərbaycanın özgüvənliyinə böyük bir zərb oldu. Amma şükürlər olsun ki, bu gün artıq biz qələbə qazanmışıq. Şuşada 8 rəqəbini özündə ehtiva edir. Mən sosial şəbəkələrdə baxdım, getməmişəm. Sonra məscid tikilirdi. Orada 11 rəqəbini ifadə edən 11-ci ayda tutulduğuna görə minarələr ucaldılır. Böyük bir məscid tikilir orada. Bunlar hamısı qürur verən məsələlərdir. Milli uğurumuzdur və zəhməti keçən sağ qalan hər kəsə, dünyasını dəyişmiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Onları dünyaya gətirən analara, valideynlərə, bütün Azərbaycan xalqına hamımız borcluyuq. Burada hər kəsin əməyi var. O proseslərdə göstərdi ki, Azərbaycan xalqı belə bir məqamlarda bir yığılmağı bacarır və inanıram ki, bundan sonra da milli hədəflərə çatmaq üçün o cür davranışını nümayiş etdirəcək.